Salam. Deyirlər, hər bir ailə balaca bir dövlətdir. Bu dövlətin də öz qaydaları, öz qanunları və öz sakinləri var. Onu da etiraf eləməliyik ki, bu balaca dövlətin ən sevimli sakinləri elə balacalardır. Analar məktəbi olaraq bütün ailələrə körpə qığıltısı arzulayırıq. Dərsimiz başladı. Pampersin baş sponsorluğu ilə Ana olmaq xoşbəxtlikdir rubrikası artıq Vital klinikadadır. Bugün də xoşbəxt anaya göz aydınlığı verməyə gəlmişik. Biz xəbər tutmuşuq ki, burada çox gözəl bir bala dünyaya gəlib və gəldik həm bu balaca qəhrəmanla, həm də sizinlə tanış olaq. Adınız necədir? Könül, çox şadıq. Biz Analar Məktəbindən gəlmişik. Bizim baş sponsorumuz Pampersin Ağçiçəyim Gül Salonundan sizin üçün hədiyyələr var və sizdən düşünürəm ki, çox maraqlı bir söhbətimiz olacaq. Xoş gəldiniz. Könül xanım, istəyirəm sizlə söhbət eləyək. Bax, birinci dəfə bu balacanı qucağınıza götürəndə hansı hissləri yaşadınız? Bunu sözlərlə ifadə etmək mümkün deyil. Çox gözəl hisslərdir. Mən bunu bütün ana arzusunda olmaq istəyən qızlarımı da arzu edirəm. Həqiqətən çox gözəl hissdir. Birlikdə keçirdiyiniz ilk görüş. Həmin an həkimlərin, tibb bacılarının içərisində onu gördüm ki, gözləri mənə baxır. Məni çox sevindirdi. Sanki məni tanımış kimi. Əlbəttə ki, hər bir xanımın həyatında hamiləlik xəbərini almaq kifayət qədər çox şəxsi bir məsələdir. Bax, bunu ilk dəfə xəbər tutdunuz və bilirsiniz ki, artıq ana olacaqsınız. Hansı hissləri yaşadınız? Bu xəbəri eşidəndə əlbəttə çox sevindim yenə də. Çünki bu əvvəlcədən ailədə istənilən, planlaşdırılmış bir hadisə idi. Və gözləyirdim ki, 9 aydan sonra nəhayət ki, körpəmə qovuşacağam, qucağıma alacağam onu. Əlbəttə ki, balacanın yolunu atası da bilirəm ki, çox böyük səbirsizliklə gözləyirdi. Görübmü balacanı? Körpə dünyaya gələndən sonra bizim bir yerdə olan şəkillərimiz çəkildirdi və tibb bacısı apardı, o evdəkilərə göstərdi. İlk dəfə onu da gördü yoldaşım. Balaca şahzadənin adını seçmisiniz? Ad məsələsinə gələndə adı hələ ki dəqiq bilmirik, fikirləşirik. Çünki mən demişdim ki, uşaq doğulandan sonra görüm onu, görünüşündən ona uyğun ad seçim. Belə dəqiq hələ qərara gələ bilməmişik. Yəqin ki, 80% fikirləşirik ki, Nihad olsun. Ana olmağa hazırlaşan, ana olmaq haqqında fikirləşən xanımlara hansı mesajı göndərərdiniz? Çox gözəl hissdir. Dünyaya övlad gətirmək çox məsuliyyətli, həm gözəldir. Bu, Allahın bizə bəxş etdiyi həm möcüzədir, həm bir şərəfdir. Dünyaya övlad gətirib həm də qayğısından qalmağı bacaraq. Və sonda mən Vital klinikaya öz təşəkkürümü bildirirəm başda ginekoloq Səltənət xanıma. Gönül xanım, bugündən etibarən bu balaca şahzadənin böyüməsində sizə köməklik edən daha bir dostunuz var. Bu əlbəttə ki, Pampers uşaq bezləridir. Əziz analar, bildiyiniz kimi uşaqların altı gecə quru olduqda səhərlər də şən olurlar. Pampers körpəmizin 12 saatədək quruluğunu təmin edir. Pampersin sahib olduğu xüsusi mikroincilər özündən 30 dəfəyədək çox mayəni hopturur və özündə saxlayır. Buna görə də körpəniz gecəni rahat keçirir. Pampers sevgi, yuxu və oyun diləyi ilə.